Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Mən çox şadım ki, mənə qonaq gəlmisiniz. Birlikdə yeni bir vloqa başlayırıq. İndi məişət əşyaları mağazasına gəzintiyə gedirəm və sizi də özümlə aparıram. Əslində bu mağazaya təkcə gəzmək və baxmaq üçün getmirəm. Məndə konkret bir siyahı var. Ev və bağ evi üçün almam lazım olan bəzi şeylər var. Amma bu barədə biraz sonra danışacağam. Ümumiyyətlə, mən bugün 3 mağazada oldum. Birinci mağaza Luminark, ikinci mağaza Rossmann, üçüncü mağaza isə Jusko oldu. Amma icmalı sizə yalnız Luminark mağazasında göstərəcəm. Bu mağazaların hamısı bizim Bakıxanov qəsəbəsində yerləşir. Hər kəsə xoş izləmələr arzulayıram. Yəqin ki, təxminən bir aydır bu mağazada olmamışdım və diqqət etdim ki, burada çoxlu yeniliklər var. Bu rəfdə bişirmək üçün çoxlu formalar var idi. Onlar eyni rəngdə və eyni naxışda idi, amma formaları və həcmləri fərqli idi. Bu formalar çox gözəl görünürdü. Yeri gəlmişkən, mənim evdə də oxşar iki forma var. Biri oval, digəri isə kvadratdır. Düzünü desəm, mən onları yalnız bişirmək üçün yox, həm də süfrə üçün istifadə edirəm. Məsələn, onların içində meyvələr, sobada bişmiş pirajkilər çox gözəl görünür. Hətta iri konfetləri də böyük həcmdə qoymaq olar. Həmçinin bu formalarda salat təqdim edirəm. Oval formada isə hətta plovu da süfrəyə verirəm. Rəflərdən birində bir çaydan diqqətimi çəkdi. Onun forması mənə çox maraqlı və biraz da qəribə göründü. Çaydan iki hissədən ibarət idi, yuxarı və aşağı. Yuxarı hissə sabit, hərəkətsiz idi. Aşağı hissə isə qulpu olan bir fincan idi. Üstəlik fincanın qulpunun ucunda maqnit var idi. Yuxarı qabın içində alt hissəsində isə maqnitli kiçik bir kürəcik yerləşirdi. Görünür, çay dəmlənəndə aşağıdakı fincana tökülür və fincanın yerindən tərpənməməsi üçün qulpu vasitəsilə çaydanın alt hissəsinə yapışır. Ümumiyyətlə, çox maraqlı bir çaydan idi, xoşuma gəldi. Bilmirəm, belə bir çaydanı istifadə etmək nə dərəcədə rahatdır. Bəlkə siz artıq belə bir çaydanla rastlaşmısınız, ya da hətta kimsənin evində var və ondan istifadə edirsiniz. Zəhmət olmasa yazın nə qədər rahat olduğunu. Amma görünüş baxımından çox maraqlıdır. Bugünkü alış siyahımdakı bəndlərdən biri geyzer tipli qəhvə bişirən idi. Burada rəfdə cəmi bir dənə geyzer qəhvə bişirən gördüm. Görünüşü çox yaxşı idi. Qara rəngdə, metalı da keyfiyyətli kimi görünürdü. Qulpu isə məncə ağac görüntülü plastikdən hazırlanmışdı. Mənim çox xoşuma gəldi. Qiyməti 22 manat idi. Halbuki bir marketdə baxmışdım. Oxşar qəhvə bişirənlər 2 dəfə daha kiçik həmçdə olur. 2 dəfə baha satılır və keyfiyyəti isə çox zəifdir. 2 ədəd keramika saxlama bankasından ibarət olan bu set ürəyimi fəth etdi sözün əsl mənasında. Əvvəllə bu bankaların materialı toxunuş baxımından nə qədər xoşdur. Keramika özü də, qapaqları da çox keyfiyyətli və zövqlü görünür. Ümumiyyətlə görünüşləri çox xoşdur. Həcmi də tam uyğundur. Mən sadəcə vuruldum. Dayanıb düşündüm, alayım ya almayım. Əslində bağ evimdə kakao üçün xüsusi qabım yoxdur. İndi kakaonu paketlərdən çıxarıb ən adi bir bankaya tökmüşəm. Amma estetikanı sevdiyim üçün bu vəziyyət məni çox da qane etmir. Ona görə də tərəddüd edirdim, alayım yoxsa almayım. Onları əlimdə çevirib baxırdım. Baxın, necə gözəldir. Bu ədviyyat qabları dəstə olan səbət çox xoşuma gəldi. Məncə belə bir səbət hədiyyə üçün çox yaxşı seçimdir. Qadınlar ümumiyyətlə qab-qaçaq almağı sevirlər və bizə qab-qaçaq hədiyyə edəndə də bu çox xoşumuza gəlir.
Elə düşünməyin ki, bu reklamdır və ya mağaza mənimlə əməkdaşlıq edib, əsli yox. Sadəcə olaraq bu mağazaya gəlmək mənə doğrudan da xoşdur və adətən oradan mütləq nəsə alıram. Amma düzünü desəm, əlbəttə ki, bu mağazadan mənə hədiyyə olaraq nəsə təklif olunsa, buna çox sevinərdim. Yenə də Nikol, həmişəki kimi. Yeni ildən əvvəl bu mağazaya girmədiyimə çox peşman oldum. Çünki burada nə qədər gözəl hədiyyələr seçmək olardı. Bu fincanlara bir baxın. Biri o birindən də gözəldir. Bu qab-qacaq dəstləri həm forması, həm də rəngləri ilə mənə çox xoş gəldi. Ümumiyyətlə son vaxtlar özüm üçün bir şey anlamağa başlamışam. Əgər əvvəllər, məsələn, meyvə üçün bir vaza alırdımsa, onu yalnız meyvə üçün istifadə edirdim. Salad qabı alırdımsa, onu da yalnız salad üçün istifadə edirdim. İndi isə mən qab-qacağa bir növ rəssam gözü ilə baxıram. Məsələn, salad qabına rahatlıqla meyvə də qoya bilərəm, konfet də. Əgər qab qoz fındıq üçündürsə, onda mürəbbə təqdim edə bilərəm. Düzünü desəm, bu yanaşma mənə çox xoş gəlməyə başlayıb. Mən artıq mənə zorla aşılanan stereotiplərdən və standartlardan uzaqlaşıram. Biz hamımız tamamilə fərqliyik və deməli, eyni şeylərə fərqli cür baxmaq haqqımız var. Burada nə haqlı var, nə də haqsız.
Bu çox gözəl desert qablarıdır. Məncə onlar da yalnız desert təqdim etmək lazım deyil. Əslində porsiya şəklində salat da vermək olar və çox zövqlü şəkildə bəzəmək mümkündür. Hətta müəyyən növ spirtli içkiləri də bu qablarla təqdim etmək olar. Eləcə də şirə tökmək olar. Və əlbəttə ki, sonda onları öz təyinatı üzrə desert üçün də istifadə etmək olar. Yeri gəlmişkən bu kremankaya su da tökmək olar, üzərinə balaca şamlar qoyub yandırmaq, içinə biraz çiçəklə çayı səpmək olar. Nəticədə çox gözəl bir şamdan alınar. Baxın, bu nə qədər gözəl xrustal meyvə vazasıdır. Mən buna bənzər amma şüşədən olan və naxışsız bir vazanı Bravo marketdə görmüşdüm. Onun kənarları aşağı idi. Məsələn, mən belə bir vazada şuba salatı hazırlamaqdan məmnun olardım. Bu salatın bütün layları belə qabda sadəcə möhtəşəm görünərdi. Və baxın, bu keramika qazanlar necə gözəl görünür. Müxtəlif rənglərdə, çox parlaq və həm uşaqlar üçün, həm də ümumilikdə müxtəlif mövzularda uyğundur. Luminark mağazasından sonra mən Rossmann mağazasına getdim. Məsələ ondadır ki, oradan mən keramika şüşə sobaları təmizləmək üçün vasitə və bir də skribok almaq istəyirdim. Son vaxtlar Rossmann mağazasının assortimenti genişlənib, artıq onlar yalnız əvvəlki kimi baxım vasitələri və kiçik ev əşyaları, ev kimyası satmırlar, həm də qida məhsulları da satmağa başlayıblar.
Əvvəllər mən böyük zövqlə paketi meyvəli çaylar alıb içirdim, amma son vaxtlar yalnız dəmləmək lazım olan çaylar alıram və təkcə Azərçay buket çayından istifadə edirəm. Diqqətimi bu kafe krema filtr paketləri olan qəhvə paketi və latte macchiato qəhvə paketi çəkdi. Təbii ki, onları sınamaq istərdim. Amma evdə hələ qəhvə var, ona görə əvvəlcə onu bitirmək lazımdır, sonra baxarıq. Mənə çox xoşdur ki, Rossmann mağazasında səyahət üçün mini versiyalar təqdim olunur. Yəni travel versiyalar müxtəlif baxım vasitələrinin, şampunlar, duş jelləri, sabunlar, salfetlər və müxtəlif kremlər həm üz, həm də əllər üçün. Mən bunu çox bəyənirəm. Yəni əgər siz səyahətə çıxırsınızsa və qalacağınız yer otel yox, məsələn qonaq evidirsə, orada belə tualet vasitələri təmin olunmur, onda həmişə Rossmanndan belə bir dəst ala və səyahətə özünüzlə götürə bilərsiniz. Gördüyünüz kimi Rossmann mağazasından paketlə çıxdım və onun qarşısında yerləşən Yusk mağazasına yönəldim. Düzünü desəm, heç bir mağazadan əlim boş çıxmadım. Mən Luminarkda oldum, Rossmannda oldum, Yuskda oldum və daha sonra Araz marketə də girdim ki, oradan bəzi ərzaq məhsulları alım. Nəysə, amma elə düşünməyin ki, mən israfçıyam. Əsli yox. Əslində mən pulumu ağıllı hərcləyirəm. Yalnız həqiqətən ehtiyacım olan şeyləri alıram, amma əgər ruhum nəyəsə çox can atırsa, yenə də özümə icazə verirəm ki, əlavə bir şey alım. Вот так и живем. Düzünü desəm, mən mağazalarda etdiyim bütün alış-verişdən çox razı idim, amma onlar haqqında sizə növbəti vloqda danışacağam. Ümumiyyətlə bizim üçün bir icmalı olacaq. Bu bütün vaxtı mənimlə keçirdiyiniz üçün təşəkkür edirəm. Mənə yoldaşlıq etdiyiniz mağazalarda birlikdə gəzdiyimiz üçün təşəkkür edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Videolarımı sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sizinlə hər zamanki kimi Ruqiya idi. Hamınızı möhkəm qucaqlayıram və hələlik.